Solda durma oldu. Vaxtınız xeyir olsun. Biz Tərtər zərər çəkənləri Ombudsman Səbinə Əliyevin qəbuluna gəlmişik və o bizi qəbul eləmir. Biz ərizə yazmışıq, ümumi şəkildə bir ərizə yazmışıq və bu ərizəni oxumaq istəyirik. Sizi təqdim eləməmişdən qabaq təqdim eləyəcəyimiz ərizə Azərbaycan Respublikasının İnsan Hüquqları Vəkili Ombudsman xanım Səbinə Əliyeva şərti adı Tərtər və Beyləqan işi üzrə zərərçəkmişlər tərəfindən ərizə. Hörmətli Səbinə xanım, 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikasının prezidenti Cənab Ali Başkomandanın göstərişi əsasında şərti adı Tərtər işi və Beyləqan işinin yenilənməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunda istintaq qrupu yaradıldı. İstintaq yenidən aparılsa da cinayət tam və obyektiv araşdırılmadı. Cinayətkarların dairəsi tam müəyyən olunmadı. Zərərçəkmişlər ifadələrində adları və vəzifələrini qeyd olunmuş cinayətkarlar həbs edilmədi. İşgəncə əmrini vermiş şəxslər Korpus komandiri General Mayor Hikmət Həsənov, Hərbi hissə komandiri Polkovnik Teymur Məmmədov, Bəyov Firdovsi, Qiyas Abbasov, xüsusi təyinatlılar 57, Dəniz Piyadaları SAT komandiri Cəfər Seyidov və onun tabiçiliyində xidmət edən hərbi qulluqçular, Korpus komandiri General Leytenant Mahiz Bərxudarov və digərləri hələ də həbs edilmədilər. Günahsız yerə vətən xaini kimi şərlənərək həbs olunub, yaradılan yeni istintaqla bəraət verilən və hal-hazırda ömürlük Elşən Qasımov, Lətif Lətifov və digərlərini istintaq aparan və hökm verən şəxslər hələ də həbs edilməyib, cəzalandırılmayıb, əksinə yüksək vəzifələrə təyin ediliblər. Onların həbs edilib cəzalandırılmalarını sizdən və ölkə başçısından xahiş və tələb edirik. Zərərçəkmişlərdən, ailə üzvlərindən və yaxınlarından dövlət səviyyəsində dövlətin televiziyaları vasitəsilə və rəsmi məktublarla üzr istənilib bizlərə göndərilməsini xahiş və tələb edirik. Şərti adı Tərtər işi və Beyləqan işində günahsız yerə işgəncələrlə vəhşicəsinə qətlə yetirilən hərbi qulluqçulara şəhidlik statusunun verilməsini xahiş və tələb edirik. Zərərçəkmiş şəxslərə dəymiş maddi mənəvi zərərin ödənilməsini, üzərlərindən 156 bəndinin xidmətə yuxusuzluğunun götürülməsini, itirilmiş illərin bərpasını, əmək haqlarının tam şəkildə ödənilməsini xahiş və tələb edirik. Zərərçəkmişlərinə də maddi mənəvi təzyiq xahiş və tələb edirik. Hal-hazırda həbsdə olan Elşən Qasımov, Lətif Lətifov və digərlərinin istintaqla aparılıb, həbsdən dərhal azad olunmasını xahiş və tələb edirik. Hərbi xidmət etmək istəməyən və xidmətdə uyğun olmayan şəxslərin ekvivalent öz maaşlarının miqdarında maaşlı işlə təmin edilməsini xahiş və tələb edirik. Xahiş və tələblərimizin yerinə yetirilməsi üçün verdiyimiz ərizəni aşağıdakı adları qeyd edilən şəxslərin imzası ilə təsdiq edirik. Mustafayev Namiq Mustafaoğlu, Qasımov Ofeliya Ərəddinoğlu, Ərzəliyev Ruslan Sədəddinoğlu, Əhmədli Müşfiq Seymuroğlu, Başçalızadə Babək Tofiqoğlu'nun hüquq varisi Məhruz Edil Tofiqoğlu, Fatih Murat İdadoğlu, Xalikli Eşkin Xaliqoğlu, Emçiyev Rafael Nizamoğlu, Kazımov Tural Nazimoğlu, Həsənov Ramil Qadıroğlu, Əsədov Səxavət Sahiboğlu, Seyidov Siyasət Baba Seyidoğlu, Liyev İlhan Məmmədoğlu, Əsədov Hüseyin Kamranoğlu, Ətamov Məhməd Türağoğlu, İbrahimov Kamil Vaqifoğlu, Mehdiyev Mirpaşa Zahidoğlu, Novruzov Yasin Elxanoğlu və bütün zərər çəkənlər. Deməli, bildiyiniz kimi biz bu günləri Ombudsman Səbinə Əliyevanın qəbuluna gəlmişik, ərizə ilə müraciət edirik və xalqın məlumatlı olsun ki, Səbinə Əliyeva həmin hadisələrində cinayətkar olmuş Osman Mikayılovun azadlığa buraxılması və digər cinayətkarların azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə məktub göndərmişdir və o məktub nəticəsində 2020-ci ildə o cinayətkarlar azadlığa buraxılmışdır. Mən bu günləri tələb edirəm və soruşuram. Nəyə görə Səbinə Əliyeva İnsan Hüquqları İdarəsi cinayətkarların azadlığa buraxılmasını prezidentdən tələb edir? Bu kimin təzyiqidir, kimin tapşırıqıdır? Bu günləri gəlmişik, bizim də hüquqlarımız tanınsın. Biz günahsız yerə bizim ölən qardaşlarımız, işgəncə görən qardaşlarımız, hal-hazırda zindanda yatan qardaşlarımızın hüquqlarını müdafiə edəcəkmi? Bizim haqlarımızın müdafiəsi üçün Prezident İlham Əliyevə məktub yollayacaqmı, göndərəcəkmi? Bununla bağlı danışacaqmı? Biz bu məsələlərə canı dildən, yəni bir
İnsan Hüquqları İdarəsində olan şəxs kimi və öz bu qadını, Ofeliya ananı bir ana kimi dinləməli və bu günlər bizi qəbul etməlidir. Bu məsələyə dərindən münasibət bildirməlidir. Bu qədər, çox sağ ol. Buyur, Ofeliya ana da desin. Ben üzümü tuturum Sənibə xanıma. Ey xanım, siz bizi kimi ananın, ağbeyçi ananı niye yandırsınız? Niye benim balam zindanda sürdürsünüz? Her şeyden haberiniz var. Ali Hamaliyev, ben sana seslenirəm. Bizi eşidin. Bu feryadımı eşidin sizin. Bu çölde it tutulmaz. Siz bizi gibi anaları yandırsınız. Feryat edirəm. Ay İlham Əliyev, Sənibə xanım. Siz bizi kabul eləməlisiniz. Benim aklım zindandan çatmalısınız. Korkun Allah'tan. Ey Allah, ey Allah. Dünyaya söz sağıram. Ben balamı azadlığını istəyirəm. Mən bir söz də deyim, mən xalqıma müraciət edirəm. Səslənirəm gözəl xalqım, qeyrətli xalqım. Bu ananın səsinə səs verin. Biz zərər çəkmişlərin səsinə səs verin. Bizi tək buraxmayın. Biz bu qatillərlə baş-başa qalmışıq. Hüquq mühafizə orqanları, baş prokurorluq, yəni cinayətkarları tutmur. Bizim hüquqlarımızı təmin etmir. Zərər çəkmişlər çarəsiz qalıb. Susmayın, mənim xalqım, susmayın bu cinayətə. Bu bizim xalqımıza vurulmuş bir ləkədir. Bu ləkəni təmizləmək, bu ləkəni Azərbaycan xalqının alnından götürmək birbaşa İlham Əliyevin borcudur. Getdi içəri.